Yan tərəfləri 5 və 12 olan düzbucaqlı poliepidin diaqonal kəsiyinin sahəsi 260-a bərabər olarsa, onun yan səthin sahəsini tapın. Diaqonal kəsiyini göstərək. Düzbucaqlı poliepidin, deməli bu diaqonal kəsiyidir və diaqonal kəsiyinin sahəsi bizə oturacağın diaqonalı ilə, yəni bura bir S yazsaq, hündürlüyü də H olaraq qeyd etsək, HC-dən, yəni bu sahə HC-dir. S-ni biz necə tapa bilərik? Burada Pifaqor teoremindən istifadə edə bilərik ki, oturacaq düzbucaqlı olduğu üçün Pifaqor teoreminə əsasən, deməli 5-in kvadratı ilə 12-in kvadratları cəmi S-nin kvadratını verməlidir. Yəni S kvadrat bərabərdir 5-in kvadratı üstəgəl 12-nin kvadratı. 25 üstəgəl 144, 169 edir. 169 isə 13-ün kvadratıdır. Və ya əzbərə bildikdə 5, 12, 13 Pifaqor üçlüyündən istifadə edə bilərsiniz. Deməli, S 13-ə bərabərdir. HC 260 olduğu üçün 13 vurulsun H bərabərdir 260. Deməli, hündürlük də H da bərabərdir 20 olacaqdır. Hündürlük 20-yə bərabərdirsə, bizdən onun yan səthin sahəsi tələb olunur. Yan səthi, yəni bu 20 olduğu üçün, burada yan səthi 2 dənə 5 vur 20 və 2 dənə də 12 vur 20-dən ibarət olan səthlərdir. Yəni S yan bərabərdir 2 vurulsun AH, üstə gəlsin 2 vurulsun BH. 2 vurulsun A bizdə 5-dir, vurulsun 20, üstə gəlsin 2 vurulsun B 12-dir, 12 vurulsun 20 və ya 2 vurulsun 20, 5 ilə də 12-nin cəmi, 5 üstə gəl 12 bərabərdir 17, 17 vurulsun 40, cavab olacaq 680. Deməli, yan səthin sahəsi olacaq 680.